Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdu ve sena'u lillahi rabbil alamin vel akibetu lil muttakin. Thumma salatu ve selamu ala Resulillahil emin a'ni Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed Sallallahu aleyhi ve alihi ve sellem ve ala ehle beytihi tayyibin tahirin ma'sumin siyyama namusud dahr veliyyel asr Hüccet ibn'l Hasan accelallahu teala faracahu şerif ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, qəlblərimizin nuraniyyəti, İmam-ı Zamanın salamat olması, nazənin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə səlavat hədiyyə elə. Allahümme salli ala Muhammed. Dərsimiz əhd duasında yetişdik ikinci abzasa, adın abzas qoyaq elə biz. Ki demişdik, əhd duasında 10 dənə bənd var. Və hər bənd Allahümmə sözü ilə başlayır, hissələrdir. İnşallah ki, hər gün oxuyuruq əhd duasını. Heç olmasa həftədə bir dəfə oxumaq yaxşı olar. Demirəm, sübh namazını həftədə bir dəfə qılmaq yaxşıdır. Sübh namazını hər gün qılmaq yaxşıdır. İndi birdən həvəs olmaz, hal olmaz. Eybi yox. Heç olmasa həftədə bir dəfə. Ya ömürdə bir dəfə insan 40 dənə əhd duasını ardıcıl oxuyur. Ömürdə bir dəfə, heç olmasa. Əhdi demişik ki, əhd sözünün mənası nədir? Elə əhd bağlamaq, əhdi bağladın, əhdə vəfa etmək. Buyurur, münafiqi hardan tanımaq olar? Münafiqi deyir, elə ki, vədə verdi, xilaf çıxdı, bil ki, münafiqdir. Bir dəfə ilə yox, zəruri iş ola bilər filan. Da hamısını getir, münafiq peçatı vurmayaq. İnsanlar var ki, zəruri işləri olur filan. Amma bizim köhnə molla var idi. Deməli, atası dünyasını dəyişib, bu da molladır da, SSR-nin vaxtında. Atası dünyasını dəyişib, ya anası dünyasını dəyişib, kimisə, yəni ən yaxın qohum ki, heç yerə getməməlidir. Bu da vədə verib kiməsə, kətdə. Səhər tezdən durub, indi atası ölür filan, cənazə həyətdə, gedib ora. Vədə verib, gedib məclisə. Gedib məclisdə bir dua oxuyub filan. Bir 5-10 dəqiqə oturub, deyib ki, indi yaxınım, yəni atası olub yalnız bilməm, atam ölüb məsələn, icazə versiniz, gedim. Deyirlər ki, sən heç gəlməyəydin, xəbər göndərəydin, yox, mən vədə vermişim. Bu qədər mühümdür. Bu qədər mühümdür. Təsəvvür edin. Bəli, deməli, ikinci bənd. Allahümme inni əs'aluka bi vecihikel kerim və bi nuri vecihikel munir və mulkikel qədim. Bunları oxumuşuq. Birinci bəndin birinci hissəsi ki, 3 hissədir burada. Ey mənim Allahım, inni əs'aluka, mən səndən istəyirəm. Səndən istədiyim bi vəcihikel kərim, yəni Allaha and veririk. Vəcihi kərimə və bi nuri vəcihikel munir və sənin nuraniyyətinə and veririk. Yəni ona xatir istəyirik və mulkikel qədim. Yəni o mülk ki, qədim mülkdür. Qədim mülk deyəndə ki, haqqında danışacağıq, zamanı yox, rütbi qədimdən söhbət gedir burada. Çünki Allah haqqında maddi söhbət keçmir. Yəni Allah mücərrəddir, metafizik
varlıqdır. Xudavənd Mütəal. O haqda o söhbət getmir. Vəch-i kərim. Biz hər dəfə o birinci abzasda da bəhs eləyəndə orada deyirdi ki, bunların hamısı ehtimali İmam Zaman ağadır. Ki, danışdıq onları. Burada da elə o cürdür. Vəch ərəb dilindən tərcümə eləyəndə üz deməkdir. Üz. Vəch-i kərim, yəni kərimanə üz. Ya Ali Cənab üz. Bir üz ki, o üzə baxanda Allah xatırlanır. Allah üçün üz söhbəti məcazdır. Həqiqi ola bilməz ki, ərz elədim. Allah maddi deyil ki, üz söhbəti Allah üçün maddi təsəvvür olunsun. Materiya təsəvvür olunsun. Bu cür deyil. Kullu şeyin halik illa vəchəhu. Hər bir şey həlak olacaq onun üzündən başqa. Allahın haqqında. Allah Teala öz Quranını qorumaq üçün Quranda məcazdan da istifadə edib. Tək məsələ bu deyil ki, Quranını qoruyub. Xeyr. Biri də budur. Yəni həm də budur. Ağa Rasulullah ki buyurur, mənim ümmətim 73 olacaq. Biri naciyə, nicat tapan firqə olacaq. 72'si zəlalətdə olacaq. Bir dənə düşünək bu haqda. İndi mən istəmirəm, indi demirəm düşünək. Başqa vaxtlar. Bir dənə düşünün. 73'dən biri nicat tapacaq. 72'si faiz etibarı ilə 72% zəlalətdir. Faiz etibarı. Əgər 73 faizi götürsək, faiz 100'dür də. 73 götürülübsə, hər 73 nəfərdən 72'si zəlalətdir. Həzrəti Musa'da 71, Həzrəti İsa'da 72, Həzrəti Rasulullah'da 73 firqə olacaq. Hamısında bir dəstə qalacaq. Qalan 72 dəstə və 71 və 70 dəstə nədir? Həlakətdədir. Bu böyük rəqəmdir. Zəlalət üçün böyük rəqəmdir. O ki İsra'da bəhs eləyirdik ya iblis haqqında. Deyir mən Adəmin zürriyyəsinin hamısını aldadacağam illa qəlilən azdan başqa. O az elə budur ki 73'dən biri qalacaq. Yəni o az qalacaq. 72'si də nədir? Zəlalətə düşəcək. Vəch-i kərim 3 ehtimal var. Birinci ehtimal. Vəch-i kərim yəni ümumi məsələ. Bu irfanda belə bir söhbət gedir. İndi mən irfandan başım çıxmır, amma irfanda ariflər danışırlar bu haqda. Onlar bilirlər, böyük söhbətlər edirlər onlar. Məsələn, mərhum imamın bir qəzəli var. Deyir, mən bexal ləbət ey dost gireftar şudam. Ləb dodaqdır, xald elə xaldır. Dodağın xalına vurulmuşam. Dodağın xalında giriftar olmuşam. Ümumiyyətlə bu şeir aləmində, ariflərin şeir aləmində bu xal camalın toplantı yeridir. Əgər bütün camal xala toplanırsa, deməli bütün camal o xaldandır. Elə olur da. Məsələn, deyirlər, indi o zahir məcazda belədir. Bir xanımdır, onun yanağında bir yerdə bir xal var. Bütün gözəlliyi o xaldadır. Deməli, bütün vücudunun gözəlliyi o xalda cəm olub. Əgər bütün vücudunun gözəlliyi o xalda cəm olubsa,
Deməli, bütün cəmalı o xaldandır. İnna lillah və inna ileyhi raciun, elə həmən odur. İmam Xomeyni deyirdi ki, mərhum, mən be xale ləbəti dost giriftar şudam. Ey dost, sənin ləbivin xalında giriftar olmuşam. Çeşmə bimar tora didim o bimar şudam. Xəstə gözümü gördüm, mən də bimar oldum. Mərhum Seyyid Əli şəhid mərhum imama nəzirə yazır. Ləqəbi Əmindir ağanın. Mərhum imama nəzirə yazır həmən buna. O deyir axı imam, deyir ki, ey dost, dodağımın xalına vurulmuşam. Ağa deyir ki, o xal elə sən özünsən. O xal sən özünsən. Yəni dostun dodağının xalından danışma. Sən elə özün xalsan. Yəni bütün cəmallar səndə topalanır. Və bütün cəmallar səndəndir. Bildiniz? Ki də oradan da Xudavənd Mütəal əcib bir məxluq xəlq eləmişdi. Qeyri-məsum olasan, şibh məsum olasan. İnsan gedər çatar, açıqdır qapılar. Biz giriftar olmuşuq xətalardan. Oradan giriftar olmuşuq. Onlar gör hardan giriftar oldu. Mərhum imam dostun dodağının xalında giriftar olub. Biz gör harda giriftar olmuşuq. Bəs birinci məsələ ki deyirik Allahümmə inni əsəlukə bivəcihikəl kərim. Vəcih dedim üzdür. Kərim də ali cənab. Üz kərimanə. Üz bir budur ümumiyyət. Yəni bütün cəmal və cəlal hamısı orada topalanır. Rəhmətin cəmi. O ki deyirsən Allahın üzü, yəni rəhmətin toplum yeri. O ki deyirsən Allahın üzü, yəni Allah bütün kəramətlərin toplum yeri. Əgər Həzrəti Musa əla nəbiyyinə və aleyhi və aleyhissalam əsanı atdı və o əsa əjdahaya çevrildi, hərəkət elədi, sehirkarların sehirləri ki çevrilmişdi ilana, onları bir-bir topaladı, hamısını yedi, utdu, təzədən əsaya çevrilib Həzrəti Musanın əlinə gəldi. Bu Allahın kəramətidir. Bunu Allah eləyib. Bunu Musa eləməyib ki. Bunu Allah eləyib. Bütün kəramətlər, bütün ecazlar, bütün rəhmətlər, o ki deyirlər ilahi sənin kərimanə üzün, bəs o üzdən məqsəd nədir? Rəhmət toplumu. Nə üz? Ki biz üz deyəndə nədir? Nə başa düşürük? Göz, burun, dil, dodaq, saqqal. Yox. Bu deyil yəni. Kərimanə üz. Deyəndə ki, hər bir şey həlak olacaq. Allahın üzündən başqa, yəni Allahın toplum rəhmətindən başqa. Allahın toplum kəramətindən başqa. Allahın toplum ecazından başqa. Ondan başqa hər şey gedəcək. Qiyamət günündə Allah olacaq, Allahın rəhməti, kəraməti ümumi mənada Allah olacaq və Allahdan başqa heç nə olmayacaq. Bir də Allahın yanında deyəndə başqa cür başa düşməyək ya, yanında bu cür. Yəni o insanlar ki onlara xatir olub bu şeylərin hamısı. Allah Taala özünə xatir xəlq etməyib. Allah Taala peyğəmbər və əhl-i beytini özünə xatir xəlq edib. Aləmi olaraq xatir xəlq edib. Gör İmam Zaman kimdir? İmam Zaman odur ki biz ona görə xəlq olmuşuq. Amma İmam Zamanın özü Allah istəyib o xəlq olsun, xəlq edib. Deməli, peyğəmbər və əhl-i beyti. Peyğəmbər və əhl-i beyti. Allah onları istəyib xəlq edib. Bizi onlara görə xəlq edib. Yəni peyğəmbər və əhl-i beytini özü üçün xəlq edib. Özü üçün. Belə iradə eləyib. Nədir bunlar? Kimdir bunlar? Hardan gəliblər bunlar? Bunların vücudu nədir? Ümumiyyətlə tanımaq mümkün deyil. Peyğəmbər və əhl-i beytini tanımaq mümkündür. İndi peyğəmbər
Əhl-i Beyti deyəndə gəlib kimlərsə orada bir oyunlar aça bil. Yaxşı qoyaq qırağa hamısını. Gəl Həzrəti Rəsulullahın bir vücudundan danışaq. Baxanda belə sadə bir vücud, amma nə sadə vücud, mürəkkəb bir varlıq ki, heç kəs onu dərk edə bilməz. Həzrəti Rəsulullahın özünü dərk edə bilmirlər. Cahillər danışırlar, cahillər. Onlar cahildilər. Kim o həqiqəti dərk edə bilər? Bəzən Əmirəl-Mömininin vücudunda inkara niyə görə qalxırlar? Çünki dərk edə bilmirlər. Dərk etsəydilər, inkar edə bilməzdilər. Əmirəl-Möminini dərk edə bilmirlər. Əmirəl-Möminini başa düşən o kəslər ki, onlar Rəsulullahı başa düşüblər. Rəsulullahı dərk ediblər. İmam Zaman da oradandır. Həzrəti İmam Zaman əleyhissalamın vücudu. Bax bir varlıq ki 1100 ildir insanların içində gezir, pərdə dalından, ya bizim günahlarımız pərdədir, onun ilə bizim aramızda ki görsənmir. Ustad Həsənzadə Amuli mərhum ki zamanənin ariflərindən idi, sözün həqiqi mənasında ki onlar başa düşmüşdü Əhl-i Beyt kimdir. O buyurdu ki kitablarının birində Kamil İnsan kitabı var Həsənzadə Amulinin. Nəhcül Bəlağədə Kamil İnsan. Bilməm tərcümə olunub, olmayıb. Kamil İnsan mütəhərrəqə var, amma Həsənzadə Amuli Nəhcül Bəlağədə Kamil İnsan. Çox həqiqətən də zövq verən, həzz verən bir kitabdır. Ki insan nədən həzz almalıdır? İnsan nədən həzz alır? Biz yediyimiz ətdən həzz alırıq. Ariflər əti ortalıqda saxlamırlar. Yeməklə öz aralarında ətin şükründən həzz alırlar. Amma biz ətin özündən həzz alırıq. Fərqə bax. Sonra da deyirsən ki, mən İmam Zamanı dərk eləyə bilmədim. Hara dərk eləyirsən? Gör İmam Zaman ağa ilə sənin fərqinə bax. İmam Zamanın həzzi şükürdəndir, həmddəndir. Amma mən əti yeyəndə deyirəm, bu ləzzətli ətdir. Ətin özü ləzzətdir. Həzzi ətin özündən alıram. Mən biçarə. Amma əslində onun şükrünü verib şükründən həzz almalıydım. Bu qədər də bizim fərqimiz. Bəli, ustad buyurur ki, 13 dənə sifət sayır Nəhcül Bəlağədən. 13 dənə sifət ki, buyurur kamil insanda bu 13 dənə sifət var. And olsun Allaha, mən o kitabı oxumuşam, amma başa düşməmişəm. Bir dəfə dərsini də vermişəm o kitabın, amma başa düşməmişəm. Kitabı hələ. Çünki rəhmət, kəramət qəzəbdən qabaqdır. Heç vaxt gözəllik verən o xaldan qəzəb çıxmaz. Heç vaxt. Yəni Allahın üzündən qəzəb, Allahda qəzəb yoxdur. Yazıya gəlib danışmışıq ki, qəzəb Allaha arizdir. Allahın zati sifətlərində qəzəb sifəti yoxdur. Allahın zati sifəti rəhmətdir. Yəni, bu birinci ehtimal. Ki deyirsən, Allahümmə inni əs'aluke bi vəchikəl kərim, vəchi kərim, yəni kərimanə üz, yəni ümumi rəhmət və kəramətin toplum yeri. Yaxud ümumi rəhmət və kəramət və camalın ibtida yeri. Yəni ya əvvəli, ya toplum yeri. İkinci, mümkündür. Allahın məxluqata olan rəhməti. O birinci mətləb başqadır. İkinci mətləb başqadır. Allahümmə inni əs'aluke bi vəchikəl kərim. Bi vəchikəl kərim. Yəni məxluqata olan rəhmət. Rəhmətdir bu. Bəzən insanın ölümü rəhmətdir. Bəzən insanın yaşaması rəhmətdir. İnsan bilmir bunu. Üçüncü, mümkündür Allahın üzü deyəndə
ki burada vəchi kərim deyir İmam Sadiq əleyhissalam, o elə İmam Zaman ağanın özüdür. Yəni güzgüdür də. Və iz qala rabbuke lil mələikəti inni cailun fil ərzi xəlifə ki, bayaq da danışdıq Bəqərə 30-dan ki, mən yer üzərində xəlifə xəlq eləyirəm. Xəlifə yəni xəlf, arxa deməkdir. Qabaq demək deyil. Xəlf arxa deməkdir. Xəlifə xəlf sözündəndir. Yəni Həzrət Rəsulullah çəkildiyi cismi dünyada yerində kimsə oturmalıdır. Bilirsiniz? Xəlifə sözünün mənası yəni qabaqdakı çəkildiyi, arxasındakı onun yerində. Xəlifə bu mənadadır. Nəuzubillah əleyazıbillah Xudavənd-i Müteala xəlifə lazımdırmı ki, yəni Allah maddədirmi ki, çəkilsin yerinə Rasulullah otursun, nəuzubillah. Xeyr, pəs o mənada deyil, əslində güzgü mənasındadır. Yəni Rasulullah'a baxırsan, Allah'ı dərk edirsən. Həzrəti Rasulullah, onun vasitəsilə bizi hidayət olmuşuq. Əgər Həzrəti Rasulullah olmasaydı, Quran hara nazil olacaqdı? Quranda Allah Teala buyurur ki, "Lav anzalna hazal Qur'ana ala cəbəlin ləra'aytahu xaşi'an mutasaddian min xəşiyyətillah." Allah özü deyir. Əgər nazil etsəydik biz bu Qur'anı dağlara, dağlar dağlardı. Nədir mənası? Mənası budur ki, Rasulullah olmasaydı dağlar təhəmmül eləməzdi. Deməli, Rasulullahdır Allahla bizim aramızda olan vasitə. Gör, nə qədər güc var Həzrəti Rasulullah'da ki, Quran birbaşa enə ona 6236 ayə nazil ola bir insanın qəlbinə, o ona dözüm götürə. Nə qoydu insan lazımdır? Bunu, üzr istəyirəm sizdən, səqqəllilər, sələflər, bu vəhabilər, nə bilim, əhl-i sünnə və cəmaət nə deyirlər özlərini, özləri də bilmirlər. Onlar Həzrəti Rəsulullahı nəuzubillah, əleyazıbillah, necə danışırlar ondan? Bir uşaqdır, bir nəfər gəldi dünyaya, 63 yaşında dünyasını dəyişdi. Elə cəmaatla yedi, içdi, öldü, getdi. Belə danışmaq olmaz, onun gəlin ruhundan danışaq. O ki, Quranda Xudavənd-i Müteala buyurur Peyğəmbəri, qul ənə bəşərun mislukum. De onlara mən sizin kimi bəşərəm. Yəni yeyirəm, içirəm, yatıram, bu. Amma gəlin bu kişinin həqiqətindən danışaq. Hara getdi? Qab-ı Qavseyn ədnanı bu vəhabilər oxuyanda necə tərcümə edirlər? Və necə şərh edirlər? Qab-ı Qavseyn ədna. Allaha 2 ox qədər. Ox nə boyda olur ki? Olsun 40 santimetr. Eyb yox, 50 santimetr. 2 dənə ox 1 metr. Buyurur ki, Qab-ı Qavseyn 2 ox qədər, 1 metr yəni. Av ədna, yəni bir dənə, yəni 50 santim. İndi bunlar deyir ki, bəli, 50 santimetr yaxınlaşdılar da 1 ox qədər. 50 santimetr Peyğəmbər yaxınlaşdı Allah. Allah haradaydı ki? Allah haradaydı ki 50 santimetr 1 ox qədər yaxınlaşdı? Gəlin bunu bir şərh eləyin. Qorxuram mən deyim bu cümləni burada ki, pənah aparıram Allaha. Əl-əyazı billah, əstəğfirullah. Ki, birdən əgər nəuzubillah, əleyazıbillah, birdən əgər Allah maddedirsə, nəuzubillah və Rasulullah ona 1 ox qədər yaxınlaşıbsa, o tərəfi saxlayın, gəlin bu varlıqdan danışaq ki, bu nə varlıqdır ki, oraya yaxınlaşa bilib? Kim oraya yaxınlaşa bilər? Əgər insan bimahu və insan yaxınlaşa bilirsə, niyə sən mən yaxınlaşmadıq? Ancaq o yaxınlaşdı. Niyə? Ancaq o yaxınlaşdısa, deməli bu insan kamil idi ki, yaxınlaşdı. Mən niyə yaxınlaşa bilmirəm? Çünki kamil deyiləm ki, yaxınlaşa bilmirəm. Yəni, bu qədər də siz başa düşə bilmirsiniz ki, Allaha yaxınlıq, Allahdan uzaqlıq məcazidir və insanın ruhuna aiddir, pak ruhuna aiddir. Bu qədər də başa düşmürsünüz bunu? Ki, bu qədər sadədir. Bəs üçüncü nədir? Vəchi kərim, yəni İmam Sadiq əleyhissalam İmam Zaman ağanın özünü qəsd edir. Yəni Allahumma inni əs'aluke bi vəchikəl kərim, yəni bi hüccət ibn Həsən. Cəlal Allah. Belə.
Allahın adlarından biri və kamil insanın adından biri ki, Qur'an-ı Kərimdə var. Xudavənd Mütəala buyurur ki, ya əyyuhəl insan, ey insan. Bu da əcib ayədir. Mən də o ayənin üstündə deyəməyəcəm. Mənə lazım olan sonluğudur. Ya əyyuhəl insan, ey insan, ma qarrak. Ma qarrakə bi Rabbikəl Kərim. Kərim Rəbbivin qarşısında günaha səni nə məğrur etdi? Bu ayə haqqında danışmıram, qalsın. Burada Allahın adı nə oldu? Kərim. Dəfələrlə Xudavənd Mütəala Qur'anda özünə Kərim deyib. Düz? Bax. Və cəəhum rasulun Kərim. Duxan 17. Buyurur ki, gəldi onların üzərinə bir rəsul ki, Kərim idi. Bunların adları eynidir. Bu Həzrəti Musadır. Deməli, Allah da Kərimdir, Musa da Kərimdir. Yəni, biz bu qədər sadə deyib bunun üstündən keçəcəyik. Düşünməyəcəyik ki, bu insan Həzrəti Musa neynədir ki, Kərim oldu? Yəni, biz bunu danışmayacağıq. Təfsir budur. Niyə onlarda təfsir yoxdur? Niyə yoxdur? Çünki əgər təfsir olsa və təfsir həqiqi təfsir olsa, söhbət ondan getməlidir ki, bu Musa nə etdi ki, Allah Qur'anda özünə də Kərim dedi, Musaya da Kərim dedi. Bu neynədir ki, Allahın adını qazandı? Əgər bu elə atılır kimə çatdıdırsa, belə olmur ki, belə olur. Təsəvvür edin, 10 nəfərdir, 1000 nəfərdir, 1000 də vərəqdə ad qoydu deyil, ləqəblə. Biri yalancı filan kəs, biri doğrucu filan kəs, məsələn. Vərəqləri də atıblar, kim elə püsk kimi də 1000 də kağız. Kim hansını açdı, adı odur. Belə olur. Bu cür deyil. İndi bir nəfər doğru danışan adam vərəqə açdı, ona çıxdı ki, bu yalan danışandır. Bu elə doğrudan yalan danışandır. Belə ki, atılmır. Qur'anda belə şey yoxdur. Ki, Allah Teala buyurur ki, elə mən atdım belə ki, mənə düşdü. Musaya da Kərim adı düşdü. Və Musa layiq olmamalıdır Kərim adına. Layiq olmaq üçün nə etmək lazımdır ki, mən o adı qazanım, o adı alım. Və dünyada insanlar necə alırlar onu? Həmən bu sələfdə və habilərdə yoxdur, bunların içində yalan danışan, düz danışan var. Gedərəm mən o vəhabinin yanına, deyərəm ki, ay sələf, filan kəsin yanına istəyirəm gedəm, bilmək istəyirəm ki, o düz danışandır, yoxsa yalan danışandır. Bilmək istəyirəm, deyir, yox, getmə onun yanına, o yalan danışandır. Hardan bilirsən yalan danışandır? Çünki neçə dəfə yalan danışır. Yox, o düz danışandır. Hardan bilirsən düz danışandır? Çünki həmişə düz danışıb, heç vaxt yalan danışmayıb. Əgər sən insana yalan danışan, düz danışan sözünü əməlinə görə verirsənsə, Xudavənd Mütəala Həzrəti Musaya Kərim deyir, elə belə Kərim deyir, yoxsa o Kərimi qazanıb. Fikrimi çatdıra bildim? Məsələ belədir. Bunlar necə baxırlar məsələyə? Deməli, Allahın adı nədir? Kərim. Həzrəti Musa üçün də, Həzrəti Musa üçün deyir, bu demək deyir ki, Həzrəti İsa Kərim deyil, Həzrəti Rasulullah Kərim deyil. Belə deyil. Həzrəti Rasulullahın Qur'anda əmin adı da var, Həzrəti Cəbrailin də əmin adı var. Deyir, əmin tərəfdən əminə nazil oldu. Əcəb şeydir. Necə baxmalıyıq biz bu məsələyə? Nüdbə duasında, ki, onu da hərdən bir oxuyuruq, ya oxumuruq, bilmirəm. Nüdbə duasında İmam Zaman ağandır da o da nüdbə. Orada bir də yer var. Deyir, Əynə vəcihullah. Əynə vəcihullah. Əlləzi iləyhi yətəvəccəhul əvliya. İlahi, bu nə cümlədir? Nüdbə duası sənədi 100% imamdandır. Bəzi dualar var ki, sənəd 100'dür. Əhd duası sənədi 100'dür. Camiə-i Kəbirə sənədi 100'dür.
bu nütbə sənədi 100-dür. Kumeyl sənədi 100-dür. Yəni 100% məsumdandır. Şək şübhə yoxdur. Həmən nütbədə hissəyə bax. Əynə vəcəhullah. Hani Allahın üzü? Əlləzi. O üz ki, ileyhi yetevəccəhul övliya. Allahın dostları o üzə tərəf diqqət eləyirlər. Kimdir o? Yəqin ki, Allahın özü deyil bu. Bilir? Yəni İmam Zamandır. Yəni hara baxdın İmam Zamandır? Nəuzubillah, əleyyazubillah ki, bu şirkdir, küfürdür. Elə deyil. Mən hara baxsam İmam Zaman görə bilərəm. Nəuzubillah, əleyyazubillah. Xeyr. Quranda ayı var. Əynə tuvallu fəsəmmə vəcəhullah. Üzünüzü hara çevirirsiniz? Allahdır. Bu ancaq Allah üçün deyilə bilər. Qeyri Allah üçün deyilə bilməz. Yəni mən bu tərəfdə baxdım İmam Zamandır. Sonra bu tərəfə də baxdım İmam Zamandır ki, bu düz deyil. Amma istəyirsən Allaha baxasan, onun üzü ki məsələsi var burada. Əynə vəcəhullah. Hardadır Allahın üzü? Əlləzi ileyhi yetevəccəhul övliya. Ki övliya Allaha o üzlə baxırlar. Yəni insanlar onun vasitəsilə hidayət olunurlar. Qərz edəcəm. Deməli, ilahi, mən səni kəramət adın ilə çağırıram. Səndən istəyirəm. Yəni, ilahi, Həzrəti Məhdiyə xatir Allahümmə inni əsəlükə bi vəcihkəl kərim. Yəni, ilahi, Həzrəti Məhdiyə xatir mənə bax, belə deyək. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat.